Hər kəs salam, əziz izləyicilər, əziz kod sevərlər. Bu gün Node.js dərsimizə artıq start verəcəyik. Uzun bir aradan sonra, uzun bir xəstəlikdən sonra artıq sağaldığımı fikirləşərək bu gün Node.js dərsini artıq bitirməyi qərara aldım. Çünki bizim qabaqda bir çox önəmli proqramlarımız var, önəmli dərslərimiz var. Bunu uzatmaq istəmədim açığı. Və həm də Node.js dərsini canlı yayımda demək istəyirdim. Ancaq elə oldu ki, echo problemi ilə qarşılaşdım və bu problemi aradan qaldırmaq biraz mənim üçün çətin oldu. Ona görə də əvvəlki qaydada, əvvəlki belə deyək, tərzdə videoları çəkmək istədim. Bu videonu daha doğrusu çəkmək istədim. İndi nə vaxtsa canlı yayın problemini də aradan qaldırdıqdan sonra canlı yayınlarımıza da start verməyə başlayacağıq. Gəlin Node.js dərsini öyrənməyə başlayaq. Node.js-ə keçmədən əvvəl ilk olaraq proqram haqqında biraz məlumatlı olaq. Proqramlaşdırma haqqında məlumat toplayaq. Çünki bu dərsin sonunda biz proqramçı olacağıq və proqramçı olmaq üçün də proqram və proqramlaşdırma haqqında məlumat toplamağımız lazımdır. Elə isə proqram nədir sualından başlayaq. Proqram kompüterin və ya telefonun yerinə yetirdiyi əmrlərin toplusudur. Proqram kodlardan, yəni əmrlərdən ibarətdir. Bu kodlar C++, Python, JavaScript, Java kimi proqramlaşdırma dillərində yazılır. Proqram cihazın məntiqi şəkildə ardıcıl əməliyyatlar yerinə yetirməsini təmin edir. Misal olaraq, WhatsApp mesaj göndərmək üçün yazılmış bir proqramdır. Instagram şəkil paylaşmaq üçün yazılmış bir proqramdır. Chrome internetə baxmaq üçün yazılmış proqramdır. Yəni, proqram cihazın beyninə yazılmış qaydalar, yəni əmrlər toplusudur. Proqram ilə proqramlaşdırma arasındakı fərq nədir? Proqram kompüterin yerinə yetirdiyi hazır əmrlər toplusudur. Proqramlaşdırma isə proqramı yaratmaq prosesdir. Misal, JavaScript yazmaq üçün proqramlaşdırmadan istifadə olunur. Python ilə bot hazırlamaq üçün proqramlaşdırmadan istifadə olunur. Web app yaratmaq üçün proqramlaşdırma, mobil tətbiq kodlamaq üçün proqramlaşdırmadan istifadə olunur. Proqram nəticədir. Proqramlaşdırma isə həmin nəticəni yaratmaq üçün görülən işdir. Bəs ilk dəfə proqram necə yaranıb? Proqramlaşdırma əvvəl yaranıb, proqram isə onun nəticəsi kimi ortaya çıxıb. Yəni, əvvəl insanlar maşınlara nə etməli olduğunu demək üçün yollar düşünüblər. Bu yollar sonradan proqramlaşdırma adlanıb. Bu yolların nəticəsində yaranan hər şey isə proqram olub. Ən ilk proqram nə idi? Tarixən ilk proqramlar bugünkü mənada proqram deyildi. İlk proqramçı 1800-cü ildə Ada Lovelace olub. Yəni, şəkildə də görmüş olduğunuz kimi bu şəxs olub. Və Ada Lovelace analitik maşın üçün əməliyyat təlimatları yazdı. Bu təlimatlar tarixdə ilk proqram hesab olunurdu. Hələ o vaxtlar kompüter yox idi, amma proqramlaşdırma düşüncə tərzi artıq yaranmışdı. 20-ci əsrdə, yəni 1940-1950-ci illərdə ilk elektron kompüterlər yaradıldı. Onlara nəsə etdirmək üçün insanlar naqilləri qoşub çıxarırdı, düymələri xüsusi ardıcıllıqla basırdı. Bu ilk proqramlaşdırma üsulları idi. Bəs kompüter necə oldu yarandı? İnsanlar əvvəllər riyazi hesablamaları əllə edirdilər. Bu həm ləng idi, həm də səhv çox olurdu. Bu səbəbdən hesablamanı avtomatlaşdırmaq üçün cihazlar yaratmağa başladılar. İlk kompüter deyilən cihazlar mexaniki idi. Ən qədim sadə hesablayıcı Abaqus olmuşdur. Şəkildə də görmüş olduğunuz kimi bu mexaniki cihaz olmuşdur. Daha sonra Blaise Pascal kalkulatoru, yəni toplama çıxma edən mexaniki cihaz yaratmış oldu. Və 1800-cü illərdə Charles Babbage tərəfindən Difference Engine şəkildə də görürsünüz və analitik engine
Bu şəkildə mexaniki cihazları yaratmağa başladılar və Ada Lovelace Babbage-in maşını üçün əmrlər ardıcıllığı yazdı. Bu dünyada ilk proqram sayılırdı. İlk real kompüterlər ENIAC 1946-cı illərdə dünyanın ilk böyük elektron kompüteri naqilləri qoşub çıxarmaqla proqramlaşdırılırdı. Şəkildə də görürsünüz. Və ikinci belə deyək, elektron kompüter EDVAC, UNIVAC idi. Artıq proqramları yaddaşda saxlayırdı. Bizim bugünkü kompüter konseptinə daha yaxındır. Intel şirkəti 4004 adlı ilk mikroprosesor yaratdı. Bu hadisə kompüterləri hər kəs üçün əlçatan etdi. Yaxşı, mikroprosesor nədir? Mikroprosesor kompüterin beyni olan kiçik çipdir. Mikroprosesor nə iş görür? Hesablamalar edir. Yəni toplama, çıxma, məntiqi əməliyyatlar, daxil olan məlumatı oxuyur, klaviatura, sensor, RAM, nəticəni çıxışa göndərir, ekran, səs, yaddaş, proqramların əmrlərini icra edir və kompüterin bütün hissələrini idarə edir. Sadə misal ilə desək, telefonunda oyun oynayırsan və səhnədə hərəkət, qrafika, fizika hamısını mikroprosesor hesablayır. Mikroprosesor kompüterin beynidirsə, bəs CPU nədir? Mikroprosesor ilə CPU demək olar ki, eyni şeydir. CPU Central Processing Unit mərkəzi emal bloku bu kompüterin beynidir. Mikroprosesor isə bu CPU-nun çip formasında hazırlanmış haldır. CPU kompüterin beyni funksiyasını bildirir. Mikroprosesor həmin beynin yerləşdiyi real çipdir. Bəs niyə iki fərqli ad var? Əvvəl CPU ayrı-ayrı hissələrdən ibarət olurdu. Sonra bunlar hamısı bir çipin içində birləşdirilirdi. Bu birləşmiş çipə mikroprosesor deyildi. Yəni mikroprosesor inteqrasiya olunmuş CPU-dur. RAM nədir bəs? İlk kompüterlərdə CPU var idi, amma məlumatı saxlayacaq və tez götürüb verəcək yer yox idi. Tranzistorlar və mikroprosesorlar inkişaf etdikcə insanlar sürətli, tez oxunan və tez yazılan yaddaş yaratdılar. Bu yaddaşa RAM, Random Access Memory adı verildi. CPU işləyərkən məlumatı müvəqqəti saxlayır. Kompüteri söndürəndə məlumat silinir, çünki müvəqqətdir. Disk nədir bəs? RAM müvəqqətidir. Kompüteri söndürəndə hər şey silinir. İnsanlara daimi yaddaş lazım idi o vaxtı. Daimi məlumat saxlamaq üçün disk ortaya çıxdı. Diskin məqsədi faylları saxlamaq, proqramları saxlayıb açmaq, məlumatın daimi qalması üçün diskdən istifadə olundu. Disk anlayışına bunlar daxildir. Hard disk, SSD, USB flash, yaddaş kartı. Bəs hard disk ilə SSD fərqi nədir? Hard disk içində fırlanan metal disk var. Maqnitlə məlumat həm yazır, həm də oxuyur. Fiziki hərəkət var. Yavaşdır, köhnə texnologiyadır. SSD isə, yəni Solid State Drive isə içində çiplər var. Hərəkətli isə yoxdur. Flash yaddaş istifadə edir. Çox sürətlidir, səssizdir. Az enerji istifadə edir. Ona görə də siz də kompüter aldığınız zaman SSD kompüterlər almağınızı məsləhət görürəm. İndi Node.js necə yarandı? Gəlin bu haqda məlumatlı olaq. 2000-ci illərin əvvəlində JavaScript yalnız browserin içində işləyirdi. Chrome, Firefox, Internet Explorer kimi tətbiqlərdə. JavaScript yalnız düyməyə klik edəndə işləyirdi. Səhifəni dəyişirdi. Browser animasiyaları edirdi. Yəni yüngül idi, sürətli idi. Serverdə işləyə bilmirdi JavaScript. Ancaq serverlər üçün əsas dillər PHP, Java, C#, Python idi. Server tərəfdə JavaScript istifadə etmək mümkün deyildi. İndi niyə eyni dili həm browserdə, həm serverdə işləməyək? 2009-cu ildə Randall
bu problemi həll etdi və Node.js-i yaratdı. Google 2008-də V8 JavaScript Engine adlı çox sürətli JavaScript mühərriki yaratmışdı. Randall düşündü. Bu mühərriki brauzerdən çıxarım, birbaşa kompüterə qoyum. Beləliklə, JavaScript artıq serverdə də işləməyə başladı. V8 JavaScript kodunu maşın dilinə çevirən mühərrikdir. Biz JavaScript-də belə bir kod yazırıq. Tutaq ki, let a bərabərdir 5+5. Console.log-a isə həmin bu a hərfini yazırıq. Və V8 bunu oxuyur, təhlil edir, maşın koduna çevirir və CPU icra edir. CPU da son olaraq 5+5-i bizə 10 cavabı olaraq göndərmiş olur.